Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə Ağsaray deyilən dairəyə yaxın ərazidə, tam yaxınlığında 284 nömrəli məktəbinin düz yaxınlığında, qapının ağzına qədər asfalt olan ərazidə 2.5 sotun içində 2 mərtəbəli 5 otaq, 1 xol, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bu evin yeri gözəl yerdir. Sənədi qeydiyyat propiska domovoydur. Bundan nəzərinizə çatdırırım. Ev sahibi həyətində belə gördüyünüz kimi əldamı düzəldib. Artıq əşyaları yığmaq üçün gördüyünüz kimi belə bir şərait yaradıb. Həyətində ayrıca sanuzeli, sanitar qovşağıdır. Gördüyünüz kimi də təmiri qaydasındadır. Təmir qaydasında həyətinə rahat 3-4 maşın daxil ola bilər. Gördüyünüz kimi də bu da evin xarici görünüşüdür. Evin üstündə belə navesdən ev sahibi bağlayıb. Hörmətli izləyicilər, giriş darvazası da gördüyünüz kimi rahat, genişdir. Həyətə rahat maşın daxil ola bilər. Daxil oluruq indi evin içindən tanış olaq. Həyəti ilə tanış olduq. Evin yan tərəfləri hamısı açıqdır. Havalanmaya tam uyğundur. Keçən indi evin içində pəncərələrdə də tam otaqları çəkəndə özünüz görəcəksiniz. Buradan daxil oluruq evin içinə. Girən kimi geniş dəhliz. Sağ tərəfdə ikinci mərtəbəyə çıxmaq üçün pləkan. Pləkanları fıstıq ağacından yığılıb. Demək, sanitar qovşağı ilə hamamımızı ayrıdır. Təmiri vəziyyətdədir. Evin təmiri, yəni ideal vəziyyətdə ev sahibi özü təmirindən çıxardıb. Keyfiyyətli materiallardan istifadə edib. Gördüyünüz kimi də bura hamam hissəsidir. Yuxarılar asma tavandan yığılıb. Pləkanın altında belə artıq əşyalar yığmaq üçün ev sahibi belə bir şərait yaradıb. Gördüyünüz kimi də, yəni hər şey qaydasındadır. Hörmətli izləyicilər, keçirik burada aşağıda bir yataq otağıdır. Təxmini hardasa 3.20-3.30-un 5 metr, yəni 15-16 kvadrat rahat var. Geniş otaqlıdır. Demək, otaq pəncərəsindən tam rahat işıq düşür. Gördüyünüz kimi bütün evin arxa tərəflərdə hamısı havalanmaya uyğundur. Pəncərələrindən tam rahat işıq düşür evin içinə. Qapıları açıq qapılardan qoyulub, yəni ağ qapılardan istifadə olunub. Keçirik bura qonaq otağına. Qonaq otağı da gördüyünüz kimi hardasa 4 metr eni, 6-57 metrdə uzunluğu olar. Təxmini ölçü deyirəm, az fərq edir, hörmətli izləyicilər. Pəncərələrdən də yenə tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi də zaldan da evin içinə tam rahat işıq düşür. Yəni heç bir maneə törətmir. Burada bir mətbəxdir. Mətbəxi də gördüyünüz kimi rahat evin çölə, yəni rahat evin çöl hissəsindən işıq düşür. Bu hissəsi də mətbəxdə də mebellərdir. Evin üstündə qalır, kombi də evin üstündə qalır. Qalan əşyalarda hörmətli izləyicilər, kimsə əşyanı almaq olsa, alası olsa, əşyalar arıza qiyməti danışmaq mümkündür. Biz sonunda qiyməti deyəcəyik, endirim olmaqda ev sahibi ilə danışacaqsınız. Aşağı ilə tanış olduq. Aşağıda demək hörmətli izləyicilər, bir zal, bir yataq otağı, köməkçi otaq kimi istifadə olur. Yaşlı adamların yuxarı qalxıb düşməməyə görə, yəni ev sahibi belə bir şərait yaradıb. Qalxırıq yuxarı, ev sahibi özü təmir edib, pləkanları çipdi, ev özü çipdi. Girən kimi burada geniş bir xoldur. Təmirləri, demək geniş burada bir xoldur. Gördüyünüz kimi də evin, yəni təmiri qaydasındadır. Demək, sağda bir yataq otağı, uşaq otağıdır. Təmiri yenə qaydasında, pəncərəsindən tam rahat işıq düşür. Havalanmaya uyğundur. Keçirik burada yenə də bir yataq otağına. Geniş 4-ün 5-ə bir yataq otağıdır. Gördüyünüz kimi də buranın da yatağı otağı genişdir. Mebellər də kim istəsə üstündə yəni danışıq edir. Yəni qiymətlər də danışmaq olar. Amma ev mebelsiz. Yəni satışa çıxarılacaq. Kim istəsə mebellə də danışmaq olar. Qapılar da yenə olduğu kimi ağ qapılardandır. Ucuz qapılardan istifadə olunmayıb. Gördüyünüz kimi də burada yenə də 3.20-3.30-un hardasa bir 5 metrəyə uzunluğu olan 15-16 kvadratlıq belə bir yenə də yataq otağıdır. Mebellər zaten burada da hamısı gördüyünüz kimi hörmətli izləyicilər. Yəni ev, yəni təmiri qaydasında kim istəsə, yəni gəlib yerində də baxa bilər. Buradan da birbaşa balkona çıxış hissəsidir. Təsvir olsun ki, bağlıdır. Hörmətli izləyicilər, demək, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Evin sənədi, adres ünvanıdır, yəni birbaşa propiska deyilə bilirik. Demək, Ağsarayın tam yaxınlığında 284 nömrəli məktəbə yaxın ərazidə yerləşir. Qapının ağzına qədər asfaltdır. Evin yeri çox gözəl yerdə yerləşir.
Məktəb, bağça, apteklər, dükanlar hər yerə yaxındır. Marşrutura çox yaxın ərazidə yerləşir. Yəni əlverişlidir. Qiyməti də elə çox bahadır, normaldır. Yəni bazar qiymətinə uyğunlaşdırmışıq. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın. Evin qiyməti də 195.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Hörmətli izləyicilər, son sözü ev sahibi deyəcək. 195.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da.